Salam əziz dostlar. Bu dəfə Bozlar adlanan sivilizasiyasının nümayəndəsini söhbətə dəvət edək. Bu sivilizasiya Böyük Qardaşlar planetinə aiddir və reptiloidlərin ən yaxın müttəfiqlərindən biridir. Onlar bizim galaktikanın sektorunda araşdırmalar aparan Selbit planetinin sakinləridir. Bugün bizim qonağımız Taşib sivilizasiyasının nümayəndəsi Ali Şamprozdur. O biotexnoloq və ekoloqdur. Öz planetində təhqiqatlar aparır və ulduzlar arası ittifaqın icazəsi ilə bizim planetdə kontaktorlarla bağlı araşdırmalar həyata keçirir. O, bu icazəni 1995-ci ildə Burxat planetində alıb. Maksim, hər kəsə salam. Mən Maksiməm. Mən artıq tanınmışam. Bugün suallar verəcəyəm. Ari, mən də səni salamlayıram. Maksim, səninlə tanış olmağıma şadam. Maksim, zəhmət olmasa öz xarici görünüşünü təsvir et. Ari, mənim boyum 1 metr 32 santimetrdir. Bədən quruluşum astenik tipdədir. Bizim bədənlərimiz çox elastik və incədir. Xüsusilə də ətraflarımız. Onlar çox yüngül olduğuna görə ağır cazibə qüvvəsinə malik planetlərdə asanlıqla hərəkət edə bilir. Bizim planetimizdə cazibə qüvvəsi yer kürəsindən bir qədər çoxdur. Ona görə də mənim çəkim 40 kiloqramdan azdır. Başım armud formasındadır. Gözlərim genişdir. Kənarlarında daha açıq, buruna doğru daralır və bir az meyilli yerləşib. Dərim boz yaşıl rəngdədir. Saçım yoxdur. Burun yerində üzə bir qədər çıxan 2 dəlik var. Dodaqlarımız isə insanlardakı kimi deyil, çox dar və nazikdir. Başım çiyinlərimdən daha genişdir. Maksim, bu sənin fiziki bədəninin real təfsiridir, yoxsa görüntüdür? Ari, bu mənim fiziki bədənimin təfsiridir. Yaxşı, öz planetin haqqında biraz danış. O harada yerləşir? Mənim planetim şimal tacı bürcündə yerləşir. Yerdən təxminən 400 işıq ili uzaqlıqda. O, mərkəzi ulduzdan yerin günəşdən olan məsafəsindən daha uzaqda yerləşir. Buna görə də iqlimimiz daha soyuqdur. Marsın iqliminə bənzəyir. Amma bədənimizin temperaturu nisbətən aşağı olduğu üçün biz bu şəraitdə rahat yaşayırıq. Sizin planet isə bizim üçün bir qədər narahatdır. Çünki buradakı oksigen səviyyəsi daha yüksəkdir. Bizim atmosferdə oksigenin miqdarı təxminən 12%-dir. Və biz bu mühitdə özümüzü tam normal hiss edirik. Çünki orada təkamül etmişik. Planetimizin böyük hissəsi su ilə örtülüdür. Yerlə müqayisədə daha çox okeanlara malikik. Suyun olmadığı ərazilərdə isə sıx yaşayış yerləri mövcuddur. Kosmodromlar və kənd təsərrüfatı üçün ayrılmış ərazilər istisna olmaqla digər yerlərdə infrastrukturlar sıxdır. Maksim, qidalanmanız necədir? Əvvəllər planetimizin təbii bitkiləri ilə qidalanırdıq, lakin onların miqdarı getdikcə azalır. Buna görə alimlərimiz qərara gəliblər ki, xüsusi qida konservatlarından istifadə edək.
Sizin dillə desək, bunlar qida kapsullarıdır. Bu kapsullar bizim lazımi qida maddələrini özündə ehtiva edir və bizə rahat qidalanma imkanı yaradır. Biz bu qida kapsullarını asanlıqla mənimsəyə bilirik və çox az maye qəbul edirik. Yəni bizim uzun aylar yalnız bir kapsullarla yaşaya bilərik və yalnız az miqdarda əlavə maye qəbul edirik. Bu kapsulların istehsalı hətta kosmosda da mümkündür. Buna görə də biz qida baxımından tamamilə avtonomuq və planetimizdən asılı deyilik. Sizin sivilizasiyanız nə qədər qədimdir? Bizim sivilizasiyamız təxminən 30 milyon il yaşı var. Bəs sizin təkamülünüzü tamamilə müstəqil şəkildə keçmisiniz. Yoxsa kənar müdaxilələr olub? Bəli, biz tamamilə təbii şəkildə təkamül etmişik. Bizim genetik strukturumuza heç bir kənar müdaxilə olmayıb. Ən azından bizim sivilizasiya üçün bu belədir. Koloniyalarımız haqqında isə ayrıca danışmaq olar. Bizim alimlərimiz ilk dövrlərdən etibarən fizika və kosmik səyahətlərdən çox biologiya sahəsinə maraq göstəriblər. Ona görə də biz çox erkən dövrlərdən etibarən öz genetik kodumuz üzərində tədqiqatlar aparmağa başlamışıq. İlk olaraq öz planetimizin canlıları ilə genetik təcrübələr etdik. Daha sonra ulduzlar arası ittifaqa qoşulandan sonra digər sivilizasiyalarla hibridlər yaratmaq üçün öz təşəbbüsümüzlə təcrübələr aparmağa başladıq. Bizim sivilizasiya inanır ki, müxtəlif irqlərin genetik imkanlarını birləşdirməklə onların zəif tərəflərini aradan qaldırıb güclü cəhətlərini inkişaf etdirmək mümkündür. Mən də bu fikirdəyəm. Bu doğrudurmu ki, siz yer üzündə insanlarla genetik təcrübələr aparırsınız? Bəli, biz ulduzlar arası ittifaqın icazəsi ilə bu təcrübələri aparırıq. Məqsədimiz bir çox digər irqlərlə birlikdə ortaq bir varlıq yaratmaqdır. Bizim bu sahədə uğurlu eksperimentlərimiz olub. Məsələn, bizim irqimiz Diffizor adlı planetin sakinləri arasında aparılan hibridləşmə təcrübəsi artıq müsbət nəticələr göstərir. Diffizor sakinləri sizin genetik ikizlərinizdir və bizim apardığımız təcrübələr onların xüsusiyyətlərini təkmilləşdirir. Bəs bəzi insanlar deyir ki, siz bu təcrübələri insanların icazəsi olmadan aparırsınız. Bu doğrudurmu? Xeyr, bu doğru deyil. Bizim bütün təcrübələrimiz ciddi etik qaydalara əsaslanır. Ulduzlar arası ittifaqın xüsusi komissiyası bu təcrübələr üçün dəqiq protokollar hazırlayıb. Bu komissiyada 42 fərqli planetin nümayəndələri var. Onlardan biri də Filbet planetidir. Bu qaydalara əsasən hər bir eksperiment yalnız insanın tam şuurlu razılığı ilə aparıla bilər. İnsanlara bu prosesin məqsədi, nəticələri və hətta onların genetik materialından yaradılacaq hibridlər izah edilir və göstərilir. Biz hətta yetkin insanlardan da genetik material götürə bilirik. Amma alimlərimiz hesab edirlər ki, daha uyğun metodlar var. Ən effektiv üsul insanın doğulmadan embriyo mərhələsində olduğu zamandır. Çünki insan doğulduqdan və bir müddət sizin dünyanızda yaşadıkdan sonra onun genetik xüsusiyyətləri dəyişir. Yəni, o artıq embriyon kimi saf olmur. Genetik strukturu müəyyən dərəcədə fərqlənməyə başlayır. Sizin planetinizin mühitində baş verən təsirlər, mutasiyalar və digər faktorlar nəticəsində onun DNT-sində müəyyən dəyişikliklər meydana gələ bilər. Bu isə bizim yaratmaq istədiyimiz təmiz hibriddən fərqli bir nəticə gətirib çıxara bilər. Sizin qadınlarınız bu prosesi tam şuurlu şəkildə qəbul edirlər. Yəni, sizin seçdiyiniz qadınlar bu prosesə könüllü razılıq verirlər. Bəli, sizin qadınlarınız həmişə bu prosesə razılıq verirlər. Mən bir alim kimi ulduzlararası ittifaqın etik qaydalarına tam şəkildə riayət edirəm. Mənim heç bir qadına nəyisə izah etmədən və onun razılığı olmadan hər hansı bir müdaxilə etməyə haqqım yoxdur. Hətta sadəcə fiziki kontakt belə icazəsiz ola bilməz.
Əgər mən kimisə bu prosesə cəlb etmək istəyirəmsə, əvvəlcə onunla ünsiyyət qururam, izah edirəm və ona bütün detalları başa salıram. O öz növbəsində suallar verə bilər. Bu prosesin məqsədini tam aydın şəkildə anlaya bilər. Mən yalnız onu deyə bilərəm ki, bu eksperimentlər ulduzlararası ittifaqın nəzarəti altında aparılıb və bu DNT gələcəkdə ulduzlar arasında yaşayan yeni variantların yaradılması üçün istifadə ediləcək. Bu hibridlər sizin övladlarınız olacaq və onlar kosmosda yaşayacaqlar. İnsanlar isə tez-tez soruşurlar ki, bu hibridlər işıq saçacaqmı? Bəli, bu sualı tez-tez verirlər. Mən onlara izah edirəm ki, hibridlər müxtəlif sahələrdə fəaliyyət göstərə bilərlər. Onlar məhz kosmosda yaşayacaqlarına görə onların xüsusiyyətləri və genetik adaptasiyaları buna uyğun təmizlənəcək. Ancaq onların hansı sahədə çalışacağı tamamilə fərdi seçim və şəraitdən asılıdır. Yəni sizin hibridlərin hansı genetik materialdan yaradıldığını onlara bildirirsiniz. Bəli, bu bizim əsas prinsiplərimizdən biridir. Əgər bir hibrid insan genetik materialı əsasında yaradılıbsa, biz onun hansı planetdən götürüldüyünü və genetik strukturunun əsas komponentlərini izah etməyə borcluyuq. Lakin bizim eksperimentlərin çox az bir hissəsi yerli qadınların iştirakı ilə aparılır. Əksər halda genetik material götürülür və laboratoriya şəraitində süni üsullarla böyüdülür. Bizim bunun üçün xüsusi inkubatorlardan istifadə etmə imkanımız var. Onlar sanki süni ana bətninə bənzəyir və embrion orada normal inkişaf edə bilir. Doğrudurmu ki, hamilə qadınlar bu uşaqları dünya gətirdikdən sonra onların yaddaşı silinir? Bəli, bu tez-tez tətbiq edilən bir prosedurdur. Bu ulduzlar arası ittifaqın qəbul etdiyi normal praktikadır. Bunun əsas məqsədi odur ki, sizin planetiniz hələ rəsmi olaraq ulduzlar arası ittifaqa qoşulmayıb. Əgər bu təcrübələr barədə məlumatlar geniş yayılarsa, bu insanların özlərinə zərər verə bilər. Lakin yaddaşın silinməsi yalnız həmin insanın öz razılığı ilə həyata keçirilir. Əgər bir şəxs bu hadisəni yadda saxlamaq istədiyini bildirirsə, bunun onun üçün təhlükəsiz olduğunu düşünürsə, biz yaddaşı silməkdə israr etmirik. Amma əgər insan sonradan bu hadisələr barədə eşidib onların əleyhinə inanarsa, bu onun psixologiyasına necə təsir edəcək? Bəli, bu bizim üçün önəmli məsələdir. Əgər bir şəxs sonradan digər insanların bu barədə söylədiyi negativ fikirlərlə yaşayarsa, bu onun öz psixikasına zərər verə bilər. O bu hadisələri yalnız şərh edə və özünə psixoloji travma yaşada bilər. Buna görə də bizim həmin şəxsin psixoloji cəhətdən sabit olduğunu və gələcəkdə bu informasiyanı qəbul edib normal həyatını davam edə biləcəyini düşündüyümüz hallarda yaddaşın qorumasına icazə veririk. Bəs yaxşı, təxminən nə qədər hibrid sizin və bizim, yəni yerli insanların genetik qarşılığı olan varlıqlar mövcuddur? Mən hal-hazırda ulduzlar arası boşluqda yerləşən bir bazada işləyirəm. Bu baza bizim ulduzumuzdan 32 astronomik vahid məsafədə yerləşir. Tamamilə kosmosda, sərhədsiz bir məkanda yerləşir. Bu araşdırma mərkəzidir. Hazırda bu bazada 1106 uğurlu yaradılmış hibrid müşahidə edirəm. Onların hamısı genetik cəhətdən uğurla formalaşdırılıb və müəyyən bir nəsilaldırma potensialına malikdir. Lakin bu hibridlərin hamısı çoxaltma qabiliyyətinə sahib deyil. Cəmi 30% bu xüsusiyyətlərə malikdir. Onların çoxu yalnız bir övlad dünyaya gətirə bilər. Bundan sonra isə onlar steril hala düşürlər. Bizim və sizin genetik uyğunluğumuz aşağı olduğuna görə bu sahədə tam bir inteqrasiya hələ mümkün deyil. Yaxşı, yer kürəsində sizin bazanız varmı? Bəli, bu yer planetində 83 bazamız var. Sizin yaşadığınız əraziyə
yaxın baza isə Alatau dağları ərazisində yerləşir. Bəs Şimali Amerika qitəsində sizin bazalarınız varmı? Bəli, Şimali Kaliforniyada bir müddət əvvəl bizim bazalarımızdan biri yerləşirdi. Amma bu baza indi tam olaraq aktiv deyil. Əsasən tərk edilmiş bir qurğu kimi mövcuddur. O ərazidə bir neçə başqa sivilizasiyanın nümayəndələri də fəaliyyət göstərir. Əsas bazalarımızdan biri isə Sakit Okeanın sahilinə yaxın ərazidə yerləşir. Bəs yer kürəsi sakinlərinə münasibətin necədir? Mən yerli insanlara çox yaxşı münasibət bəsləyirəm. Sizin həm fiziki, həm də intellektual, mənəvi və ruhani inkişaf üçün böyük potensialınız var. Üstəlik bəzi genetik əlavələrlə sizin dünya görüşü daha müsbət istiqamətə yönəlmək imkanı var. Yer kürəsində hansı sivilizasiyalar və təşkilatlarla əməkdaşlıq edirsiniz? Bizim bir neçə yerli və kosmik sivilizasiyalar ilə ortaq layihələrimiz mövcuddur. Məsələn, Miller adlı nümayəndələrlə birgə tibbi sənaye, insan biologiyası və sağlamlığın bütöv bir sistem kimi araşdırılması sahəsində əməkdaşlıq edirik. Tixo planetindən olan nümayəndələrlə isə ekologiya və kimyəvi təsirlərin təbiətə və insana təsiri mövzusunda ortaq tədqiqatlar aparırıq. Masonlar haqqında eşitmisən? Eşitmişəm, amma bu barədə ətraflı araşdırma aparmamışam. Bu barədə daha çox tarixçilərlə danışmaq lazımdır. Səncə biz şeytan adlandırdığımız varlıq kimdir? Bu, sizin planetinizdə yaranmış bir dini obrazdır. Onun əsas məqsədi mübarizə aparmalı olduğunuz negativ bir güc yaratmaq və insanların enerjisini bu qarşıdurmaya yönəltmək məqsədi daşıyır. Əslində bu obraz sizin qədim əlaqədə olduğunuz bəzi sivilizasiyaların təsiri ilə formalaşıb. O tamamilə sizin üzərinizə nəzarəti ələ keçirmək və sizi idarə etmək istəyən qüvvələrin simvolik əksidir. Sənin planetində hansı din mövcuddur? Sənin planetində hansı din mövcuddur? Bizim inanç sistemimiz sizin bildiyiniz anlamda din deyil. Bizim anlayışımız sizinkindən tamamilə fərqlidir. Daha çox elmi və kosmik biliklərə əsaslanır. Sizin inanç sisteminizdə tanrılara sitayiş varmı? Xeyr, biz tanrılara ibadət etmirik və məbəd tikmirik. Bizim üçün tanrı sadəcə mövcud olan, var olan bir gücdür, təbiət kimi. Lakin bu anlayış materializmə bənzəmir. Biz təbiəti Tanrının yaratdığı bir varlıq kimi qəbul edirik. Eyni zamanda onu canlı və şuurlu hesab edirik. Lakin o bizdən ibadət və itaət tələb etmir. Bizim üçün Tanrı kainatdır. Onun insanlardan sitayiş istəməsi məntiqsizdir. Bunun əvəzinə biz təbiəti və özümüzü inkişaf etdirməyə çalışmalıyıq. Yalnız bu yolla Tanrıya yaxınlaşa bilərik. 12 min il əvvəl baş vermiş müharibədə iştirak etmisinizmi? Xeyr. Günəş sistemində Manas adlı müharibədə birbaşa döyüşməmişik. Lakin bu qarşıdurmanın müəyyən hədləri aşmaması üçün biz yalnız məhdudlaşdırıcı tədbirlər görmüşük. O müharibə daha çox Qonçu ulduzları bürcündə baş verən bir prosesin davamı idi və biz yalnız oradakı təcavüzkarlığı cilovlamağa çalışmışıq. Səncə zaman maşını mövcuddurmu? Ruhani dünyada bəli, orada keçmiş, indiki zaman və gələcək eyni anda mövcuddur. Ancaq fiziki dünyada zaman maşınının olması mənasızdır. Çünki əgər biri keçmişə fiziki olaraq səyahət edib
orada bir hadisəni dəyişdirsə, bu indiki zamanı və gələcəyi də dəyişdirəcək və artıq reallıq anlayışı məhv olacaq. Keçmişdə baş verənlər artıq baş verib. Ona görə də fiziki dünyada zaman səyahəti qeyri-mümkündür. Amma ruhani səviyyədə keçmişi izləmək mümkündür. Lakin orada hadisələrə müdaxilə etmək olmaz. İnsan orqanizminin potensialı nədir? İnsan hansı fövqəladə qabiliyyətlərə sahib ola bilər? Əslində sizdə çox böyük potensial var. Hətta bizim irqimizdən daha çox. Bunun səbəbi sizin iki fərqli sivilizasiyanın genetik hibridləri olmağınızdır. Sizi yaradanlar sizi daha böyük inkişaf potensialına malik bir varlıq kimi formalaşdırıblar. Gələcəkdə ulduzlar arası ittifaqın yalnız adi üzvü deyil, həm də aparıcı mütəxəssislərdən biri olasınız. Bu sivilizasiyalar həyatın yayılmasına və onun qanunlarının başa düşülməsinə cavabdehdirlər. Hal-hazırda qalaktikamızdan kənarda həyat formaları tədqiqi davam edir. Məhz bu səbəbdən sizin içinizdə həm etik dəyərlər, həm də müxtəlif genetik və psixi qabiliyyətlər yerləşdirilib. Sizdə təkcə ulduzlar arası genetik miras deyil, həm də yerli primat irqinin xüsusiyyətləri var. Maraqlıdır ki, yerli primatlar tam şuurlu varlıqlar olmasalar da, özünə məxsus genetik, energetik və ruhani xüsusiyyətlərə malik idilər. İnsanlar genetik eksperimentlərə niyə bu qədər negativ yanaşırlar? Bu bizi də təəccübləndirir. Çünki əslində siz özünüz də genetik eksperimentin məhsulusunuz. Siz hibridlərsiniz və sizin varlığınız məhz belə təcrübələrin nəticəsində formalaşıb. Buna görə də genetik araşdırmalara qarşı negativ reaksiya verməyiniz bir qədər məntiqsiz görünür. Yer kürəsinin sakinlərinə nə demək və nə arzulamaq istərdiniz? Mən ürəyimə yaxın olan bu gözəl dünyanın və qeyd edim ki, qalaktikadakı bir çox sivilizasiyalar üçün möcüzəvi hesab edilən bu planetin sakinlərinə müraciət etmək istəyirəm. Sizə bir həqiqəti xatırlatmaq istəyirəm. Bu həqiqəti sizin bir yerli sakininiz demişdi. O, mənimlə əlaqəyə girən və ulduzarası ittifaqla əməkdaşlıq edən bir şəxs idi. O belə demişdi: bu təsəvvür olunmaz dərəcədə böyük kainatda enerji və ya materiyanın heç vaxt tükənməsindən qorxmaq lazım deyil. Əsl qorxu ağıl və şuurun yetərsiz ola biləcəyidir. Mən də sizə daha çox ağıl, hikmət və galaktik cəmiyyətin nümayəndələrlə əlaqələrə şuurlu yanaşma arzulayıram. Unutmayın ki, ulduzarası ittifaqda fəaliyyət göstərən heç bir varlıq sizə qəsdən zərər vermək və ağrı yaşatmaq istəmir. Əgər hər hansı bir cinayətkarın tərsinə düşmüsünüzsə və bu varlıq bizim planetdən gəlirsə, xahiş edirəm bu barədə qalaktik təhlükəsizlik sisteminin əlaqəçiləri vasitəsilə məlumat verin. Bizim qalaktik təhlükəsizlik sistemi belə halların araşdırılmasını təmin edir və günahkarlar olduqca ciddi qanunlar çərçivəsində cəzalandırılır. İnanın ki, hər bir sivilizasiyada qanunu pozan və cinayət törədən fərdlər doğula bilər. Bu, elm adamlarımız üçün ciddi çətinliklər yaradır. Çünki onlar həm özlərini, həm də kainatı təkmilləşdirmək üçün bəzən ən riskli eksperimentlərə belə gedirlər. Çox sağ olun. Bizə müraciət etdiyiniz üçün təşəkkür edirəm.